Evlənməkdə uduzmaq, bütün həyatını uduzmaq deməkdir. Normal psixoloji durumda olan insanlar tapmaq belə azalır günü-gündən. TikTokda mı deyək, sosial şəbəkələrdəmi süni plastik əməliyyat olan xanımlar çox təbliğ olundu. Bu oğlan sənlə bir yerdə ümumi məqsəd naminə çalışacaqmı? Siz buyurduğunuz kimi həyat yoldaşı bu yolda sənə dəstək olacaqmı? Sənə hörmət eləyəcəkmi? Sənin şəxsiyyətinə dəyər verəcəkmi? Uşağı çətin durumda qorunmaqdansa çətin durumda yaşamağa alışdır. Keyfiyyətli dərzilər var ki, bu günlərim çox böyük diplom alıb hansısa bir universiteti bitirəndən daha çox qazanır. Bəli. Hər bir fərdin inkişafı ilk olaraq ailədən başlayır. Ailə həm də kiçik cəmiyyətdir deyə eşitmişik. Bu mövzuda qonağımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanovadır. Lamiyə xanım, xoş gəlmisiniz. Çox təşəkkür edirəm Turan müəllim, var olasınız, dəvətiniz üçün minnətdaram. Verilişiniz xeyirli uğurlu olsun inşallah. Təşəkkürlər. Lamiyə xanım, girişdən də bəlli olduğu kimi biz bugün fərdin inkişafında ailənin rolundan danışacağıq. Eyni zamanda cəmiyyətdə ailənin rolundan danışacağıq. Və bilirəm ki, sizin bu mövzuda həm çoxsaylı konsultasiyalarınız var, çıxışlarınız var, əsərləriniz, kitablarınız var. Ona görə də düşündüm ki, bu mövzuna elə ən uyğun qonaq siz olarsınız. Bəs ailə psixologiyası nədir və niyə görə müasir dünyada ailə psixologiyası bu qədər önəmli hesab olunur? Siz kitablardan danışdınız Turan müəllim. Mən də sizin yanınıza əli boş gəlməmişəm. Təşəkkür edirəm. İcazənizlə bax bu ailənin psixoloji problemləri həlli yolları kitabıdır sizə hədiyyə gətirmişəm. Bir kitabım da Qurani-Kərimdə psixoloji problemlərin həlli yolları kitabıdır. Çox minnətdaram, çox sağ olun. İndi izləyən tamaşaçılardan istəyən olarsa, yəqin ki sizə müraciət eləyər. Mən onlara da elektron variantını göndərərəm. İndi elektron dövrdür. Oxuyarlar. Çünki kitablar biblioterapiya nöqteyi nəzərincə də cəmiyyətin maariflənməsi, bir sıra psixoloji problemlərin qarşısının alınmasında profilaktik nöqteyi nəzərincə də çox əhəmiyyətli rola malikdir. Və mən öz pasientlərimə də bu ailənin psixoloji problemləri, həlli yolları kitablarını bəzən tövsiyə eləyirəm. Baxıram ki, suallarına cavab tapırlar. Və sizin indi sualınızla bağlı fikrimi bildirmək istəyirəm. Ailə psixologiyası hər zaman aktual olubdur. Çünki siz də buyurdunuz ki, cəmiyyəti təmsil edən şəxsiyyətlərin təməli ailədən qoyulur. Ailə psixologiyası deyəndə biz nə başa düşürük? Ailə psixologiyası dedikdə ümumiyyətlə ailə daxili münasibətlərin uğurunu şərtləndirən bütün psixoloji faktları, qanuna uyğunluqları, mexanizmləri, o cümlədən ailə daxili problemləri, onların həlli yolları, ailənin funksiyaları, strukturunu, ümumiyyətlə ailənin dinamikasını belə deyək, əhatə edən bütün psixoloji problemləri, məsələləri öyrənən bir sahədir. Və belə deyək ki, getdikcə də ailə psixologiyası aktuallaşır. Çünki cəmiyyətdə gedən bütün belə deyək, dəyişikliklər hamısı ailəyə öz təsirini göstərir. İcazənizlə məişətimizdə formalaşmış bir fikri səsləndirim. Sizin münasibətiniz maraqlıdır. Bəzi hallarda deyirlər ki, xüsusən valideynlər deyir ki, bizim dövrümüzdə psixoloq var idi, ailə psixologiyası var idi. Valideynlərimiz seçirdi oğlanı, qızı, deyirdilər ki, sən ailə qurmalısan. Biz də deyirdik baş üstə. Xoşbəxt olurduq, yaşayırdıq, boşanma da bu qədər olmurdu. Amma indi çox təəssüf ki, bəzən ali təhsilli şəxslər ailə qururlar və kifayət qədər də yetkin yaşda ailə qururlar. Öz seçimləri olur, valideynlər də onlara hörmət edir. Amma biz statistikalara baxanda hər il çox narahatlıq doğuran bir statistikalar görürük boşanma sayları ilə bağlı. Onda belə bir sual yaranır. Ailə psixologiyası müasir dünyada bu qədər aktual və önəmlidirsə, niyə bu boşanmaların qarşısını ala bilmir? Siz elə bir məqama toxundunuz ki, bu nəsillər arası müqayisələrə ki, əvvəlki dövrlərdə belə idi. Mən nəsillərin bir balaca belə deyək ki, psixologiyasına, xüsusiyyətlərinə toxunmaq istəyirəm. Belə deyək, müharibə 40 böyük Vətən müharibəsindən sonra dünyaya gələn insanlar. Bunlar baby boomer
Yəni belə nəsil adlandırılır. İngilis dilindən tərcümədə uşaq artımıdır da deyəsən. 1944-45-dən hardasa 64-65-ci illəri əhatə eləyir. Bu dövrdə dünyaya gələn nəsillərin xüsusiyyətləri barədə qısa məlumat verim. Deməli, bu dövrdə dünyaya gələn nəsillərdə ailə dəyərləri çox yüksək səviyyədə təbliğ olunurdu. Müharibədən sonra insan nəslinin sayı, belə deyək, sayı azalmışdı. Quruculuq işlərinə böyük tələbat var idi və nəsil dünyaya gətirmək üçün yüksək səviyyədə insanlar, işçi qüvvəsi olması üçün də təbliğ olunurdu ki, yəni ailə dəyərləri olsun, stabillik olsun. Bundan sonra hansı nəsil dünyaya gəldi? Bundan sonra X nəsli. Yəni X nəsli adından da göründüyü kimi qeyri-müəyyən. Yəni belə deyək, biz indi Azərbaycan dövləti SSR-in tərkibində olmuşuq da, elə deyilmi? SSR-nin dağıldığı dövr. Yəni belə göz önündə canlandıraq. Hardasa belə deyək ki, 65-dən sonra başladı. Yəni belə deyək 80-ci illər. Yəni bu artıq o dövrdə təbliğat gedirdi də. Yəni bu dövrdə X nəslində dünyaya gələn insanların artıq həm də eyni zamanda müstəqilliyə can atmaq dövrü belə deyək də nəzərə alaq. Həmin dövrdə ümumi qlobal siyasət necə idi, dünyada proseslər necə gedirdi, təbii ki, iqtisadi proseslər hamısı təsir göstərirdi və bu insanlarda karyeraya, müstəqil işlərə meylənmək, hətta belə yadıma gəlir ki, məsələn o dövrlərdə SSR dağılanda, məsələn cəmaətin bankda pulları var idi. Mənim də valideynlərimin var idi, müəllim ailəsi idi, ancaq bankda pullar batdı, belə dedilər. Maaşlar keçid periodu idi, verilmədi və özəl işlərə, sektorlara meylənmək oldu. Eyni zamanda həmin ailələrdə dünyaya göz açan insanlar bir növ iqtisadi baxımdan biraz qorxdular. Özlərini elə yetişdirdilər ki, biz işləyək, ailəmiz iqtisadi baxımdan stabil olsun və bunlar başladılar öz övladlarını bağçalara qoymağa, özəl məsələn belə deyək, müəssisələrə qoymağa, yəni dayələr yanına və indi bizdə psixologiyada var, indi maraqlanmaq istəyəndə bizdə hər adam da belə deyək ki, izləyicilər biraz güzaran dilində də deyək ki, elmi deyək, dərindən bilməyən adamlar ola bilər. Məsələn, Bowlby nəzəriyyəsi var. John Bowlby nəzəriyyəsində ana ilə uşağın bağlılığından söhbət gedir. Güzaran psixologiyasında da desək biz, yəni uşaq heç olmasa dədə-babadan deyirdilər ki, 3 yaşına qədər ananın yanında olmalıdır. Ana ilə təmasda olmalıdır. Uşaq hökmən süd verilməlidir. Bunun əslində psixoloji məqamları da var. Amma o dövrdə elə valideynlər oldu ki, elə süni qidalanma ilə uşağı təmin elədilər, çıxdılar işə və indi gəlin baxaq. Bu nəsil davam elədi 95-96-cı ilə. Yəni bundan sonra Y nəsli gəldi. Y nəsli həmin bu valideynlərin yetirdiyi uşaqlar oldu. Yəni bizim belə deyək 60-40 müharibədən sonraki nəslin yetirdiyi uşaqlar ailə dəyərlərinə bağlı idisə da, çünki valideynlərə o təbliğ olunurdu. O artıq həmin o nəslin, ikinci nəslin, X nəslinin yetirdiyi uşaqlar bir balaca ay bala özünüzü yetişdirin, işi inkişaf eləyin, falan, azadlıq olsun, iqtisadiyyat. Yəni bu da yenə müəyyən qədər ailə dəyərləri qalsa da, ancaq əksər fikirləşirdi ki, ailənin indi deyək psixologiyada var da, ailənin funksiyaları var. Ailənin məsələn reproduktiv funksiyası var, kommunikativ funksiyası var, tərbiyə edici funksiyası var, sosial status funksiyası var və ən əsas da məsələn ailələr bugünkü gün ən çox nədən dağılır? Məsələn, iqtisadi məişət funksiyası. Yəni bunun sənin iqtisadiyyatın, ailə büdcən lazım şəkildə idarə eləyə bilmirsənsə də, bir müddətdən sonra artıq baxırsan, övladını yedizdirə bilirsən, nə həyat yoldaşı bir-birini təmin eləyə bilirsən və problemlər başlayır. Yəni bundan valideynlər həmin dövrdə, həmin o proseslərdə, dünyada gedən proseslərdə əziyyət çəkdiklərinə görə belə deyək, övladlarına bunu şamil eləyirdilər və Y nəslində bu aktivləşdi. Ancaq Y nəslində həm də nə
mənfi xüsusiyyət oldu. Mən bunun müşahidələrimdən də sizə deyim. Valideynlər o qədər belə deyə özlərini işə verdilər və övladlarının bu valideyn məhəbbətini pulla kompensasiya elədilər. Övlad nə istədisə onu verdilər. Geyim bizdə olmayıb, uşağımda olsun filan. Biraz da bunlarda mən açıq sizə deyim ki, bir balaca hamıya şamil etməsək də istisnalar həmişə var. Ümumi xüsusiyyət odur ki, biraz ərkəsöyünlük oldu. Yəni mən də indi neçə illərdir universitetdə dərs deyən müəlliməm, 2000-ci ildən dərs deyən müəlliməm. Mən özüm də uşaqların həmin o nəsillər arasındakı fərqi müşahidə eləyirdim ki, yəni geyim tərzi. Hətta mən sizə deyim ki, açıq indi burada demək istəyirəm ki, qızların üzərində kifayət qədər plastik əməliyyatlar dəbə düşdü. Yəni burunu qəşəngdir məsələn. Baxırdın ki, fizioqonomik cizgiləri bunun gözəldir. Ancaq dəblə getdilər əməliyyatlar. Y nəslində xüsusilə mən bunu müşahidə elədim. Oğlanların arasında məsələn pul da qazanan oldu, amma belə deyək, əyləncə mərkəzlərinə çox gedənlər oldu. Pulu qazanıb sağa sola düzgün idarə edə bilməyən və sonra gəldi Z nəsli. Başı bəlalı Z nəsli. Yox, mən əslində Z nəslini mən buradan deyim efirdən də. Mən Z nəslini sevirəm. Mən qorxurdum, açığı deyim ki, mən düşünürdüm ki, bu hara gedəcək. İnşallah ki, ümidlərim də doğrular. Çünki mən müşahidə eləyirəm məsələn Z nəslində orqanikliyi. Z nəsli 96-cı ildən bu yana dünyaya gələnlərdir. Sonra da gəlir alfa nəsli 2012-ci ildən. Sonra indi onlar əslində Z nəslində gəlin özümüzlə birlikdə xüsusiyyətinə baxaq. Artıq onlar texnologiyanın içərisində dünyaya gəldilər. Elə deyilmi? Bunlar bax maariflənməni sürətlə bunlarda gedir. İndi yaşlı nəsil bayaq siz də dediniz ki, bizim dövrümüzdə belə idi, filan idi. Axı dəyərləri dedim, o dəyərlər də böyük təbliğ olunurdu. Hər yerdən təbliğ olunurdu. İstəyir məktəb, istəyir dövlət, istəyir dünyəvi belə deyək ki, təbliğat vasitələri köməkliyi ilə. Ancaq biz onu deyə bilmərik ki, sizin dövrünüzdə belə olub. İnkişaf da budur ki, dəyişkənlikdir. Z nəsli artıq böyüklərin dəyərlərini süzgəçdən keçirir. İndi maşallah süni intellekt də çıxıbdır. Bəzən valideyndən, babadan, nənədən alacağı məsləhəti süni intellektdə doğmalaşır, ondan da məsləhət ala bilir. Məsələn, Z nəslinə baxıram ki, ən çox onlar məsələn təbiətin qədrini bilirlər. Müşahidə eləyirəm. Doğrudan da gerçəkdən də hansısa bir fiziki qüsur varsa, kompleks yaradırsa, yalnız o halda əməliyyata gedirlər. Mən əksər tələbələrimdə müşahidə edirəm. Yəni plastik əməliyyat görmürəm. Məsələn, Y nəslində uzun dırnaqları qoyulurdu. Dırnaqlara çoxlu belə deyək, maddi vəsait xərclənirsə, mən qrupa baxıram, müşahidə edirəm, nə qədər qruplara gedirəm, görürəm uzun dırnaqlar, makiyaj demək olar yoxdur, dırnaqlar yoxdur və özlərini yetişdirməklə məşğuldurlar. İndi bax bu xüsusiyyətləri deyirəm. Və sizin verdiyiniz suala gəlirəm ki, o dövrdə belə idi, bəs bu dövrdə nəyə görə belə deyək ki, ailə dağılması çoxalır, ailə belə deyək ki, qurmaq yaşı artır. Təbii ki, maariflənmə səviyyəsi çox getdikcə kriteriyalarda nə olur? Çoxalır. Bundan əlavə siz də psixologiyanı bitirmisiniz magistraturada. Yəni mən sizə belə bir sual verim, Turan müəllim, bir psixoloq olaraq sizcə insanların psixoloji durumları hazırda hansı səviyyədədir? Günümüzdə problemlər çoxdur. Həddindən artıq çoxdur. Bunu vaxtilə Carl Jung da deyirdi ki, məsələn, fizika elmi, kimya elmində hər bir elmin özünün belə deyək ki, problemli sahələri var da, dairəsi var, çevrəsi var. Biz kimyada, fizikada, riyaziyyatda hansısa problemləri öyrəndikcə o dairə azalır. Amma psixologiyada elə deyil. Çünki cəmiyyətdə baş verən hər hansı bir hadisə, istəyir müharibələr, istəyir qlobal krizislər, hansısa bir hadisələr insan psixikasına nə edir? Təsirini göstərir. Və ondan da qabaq varislik prinsipi var. Nəsillərdən də olan travmalar, nəsillər arası travmalar Turan müəllim ötürülür. Və bugünkü gün biz baxırıq, normal psixoloji durumda olan insanlar tapmaq belə azalır günü-gündən. Siz təsəvvür eləyin, gündəlik həyatımızda əgər belə sayda insanlar azdırsa, bəs ailə nə tələb edir? Ailə kompromis tələb edir. Ailə bir-birinə güzəşt tələb edir. Ailə bir-birinin qayğısına qalmaq tələb eləyir. Təbii ki, belə insanlar
psixoloji durumları düzgün olmayan, qaydasında olmayan insanlar da ailə həyatı quranda hiccələr, iddialar başlayır ailənin içində özünü göstərməyə. Məsələn, mən sizə deyim açığı, məni məyus edən faktor nədir? Mən bir qrupa daxil oldum. Qrupda görürəm uşaqlar ad soyadını yazır, ata adını yazmır. Mən əvvəlcə belə buna adi baxdım. Dedim, ay bala, məsələn, bu vərəqdə vərəq blank vermişdilər doldurmağa. Burada baxıram soyadı, adı, atasının adı. Deyirəm, axı ata adı da istənir. Siz niyə ata adı yazmırsınız? Ey müəllim, yazmağa ehtiyac yoxdur. Deməli, qrupun içərisində bir neçə nəfər atasına qarşı ikrah hissi, ailə dağılıb, ikrah hissi yaşayır və psixoloji təsir faktoru var. Deməli, o qədər atalar barədə mənfi danışılıb ki, qrupda digər uşaqlara da şamil olunub. Onlar da öz atalarında olan bəzi, belə deyək, negativində ata da biraz belə deyək ki, ailədə möhkəm xarakterli olur, ailəni qorumaq üçün belə deyək ki, hansısa qaydalar qoyur. Yəni, bunlarda artıq ata adını yazmaq qrupda sanki elə bil ki, belə deyək ki, baxdım, qəbahət hesab olunurmuş kimi. Mən başladım atalar haqqında danışmağa. Hətta baxdım, həmin o tələbələr biraz əvvəl etiraz eləsə də sonra düşünməyə vadar oldular və burada günahı kimdə gördüm. Yəni, ailə dağılıb, ancaq valideynlər dərk eləməlidir ki, bu uşaqlar həm atadan, həm anadan dünyaya gəliblər və bu ata-ana da hər biri məsuliyyət daşıyır və məhəbbəti hər ikisi verməlidir. Ana uşağı özünün yanında böyüdür. Sən niyə görə ata məhəbbətindən bunu məhrum eləyirsən? Atadan bir qisas kimi, uşaqdan alət kimi istifadə eləyirsən, mən demirəm bu düşüncəli şəkildə belə deyək, baş verir. Bu qeyri-ixtiyari baş verir. Yəni, ananın psixoloji problemləri var, ataya nəyisə sübut eləmək istəyir, amma nəzərə almaq lazımdır ki, sən övladını nə qədər çox istəyirsənsə, kiməsə nifrət eləsən də, amma o uşağa məhəbbət verirsə, uşağı sevən insan o məhəbbətdən uşağı məhrum eləməməlidir. Və sən uşağı nifrətlə böyüdəcəksənsə, nəzərə al ki, bu uşaq bir müddətdən sonra özü böyüyüb, müəyyən yetkinlik yaşına çatanda, hər şeyi başa düşəndə, sənin özünə qarşı da bir atom bombası kimi yetişmiş olur. Sənin özünə qarşı da yönələcəkdir. Yəni, bax, bu məsələləri Turan müəllim, yəni, istədim biraz sizin sualınıza çox geniş başladım. Çox əla, geniş elə olması yaxşıdır. Düşünürəm ki, növbəti dəqiqələr üçün də bizim izləyicilər üçün kifayət qədər bir məlumat bazası formalaşdı. Bəs müasir günümüzdə sağlam ailəni necə tanıya bilərik? İndi ailə modelləri çoxdur. Təəssüf ki, Azərbaycanda biraz ədəbiyyat da azdır. Mən çox istəyərdim ki, məsələn, sizin yazdığınız kitab kimi kitablar çoxalsın. Çünki bir çox hallarda gənc ailələr xarici ədəbiyyata üst tutur. Və orada da ölkələrin mədəniyyətlər arası fərqi aşkar şəkildə biruzə verilir. Məsələn, bir tutaq ki, məsələn, ailə qurmaq istəyirlər, bəy rus ədəbiyyatının tərcüməsini oxuyub, xanım türk ədəbiyyatının tərcüməsini oxuyub və yaxud da bəy ingilis oxuyub, xanım rus ədəbiyyatından ailə psixologiyasına kitablar oxuyublar və ortada da bizim öz ailə dəyərlərimiz var. İstənilən halda yenə də həm bəyin, həm xanımın anası, atası var. Onlara bir təsir vasitəsidir və bir üç mədəniyyət təxminən gəlir ailədə toqquşur. Ona görə mən düşünürəm ki, istənilən halda həmin kitabı kör-körünə tərcümə də eləmək olmaz. Gərək Azərbaycana bir etnopsixologiyaya uyğunlaşdırılsın. İndi Azərbaycanımızda günümüzdə sağlam ailə modelini necə təsvir eləyə bilərsiniz? Biz hansı halda deyə bilərik ki, bax, bu ailə normal bir ailədir? Sualınız o qədər geniş əhatəli oldu Turan müəllim. Yəni, mən özümdə bəzi məqamları qeyd elədim ki, ora xüsusi toxunmaq istəyirəm. Çünki sizin dediyiniz bəzi məsələlər psixoloq olaraq mənim də yaralı yerimdir. Xüsusilə siz həm nəzəri psixoloq kimi fəaliyyət göstərir, həm praktik psixoloq. Ona görə mən bu sualı sizin siz vurğuladınız bu kitab haqqında. Bizim belə Azərbaycan psixoloqlarının bizim çox dəyərli alimlərimiz var, çox dəyərli, keyfiyyətli, yəni kitablarımız var. Amma çox təəssüflər olsun ki, siz demişkən, yəni bizim kitabların etnopsixologiyaya uyğun yazılmış kitabların təbliğatı getmir. Təəssüf. Və hətta tələbələr arasında baxırıq ki, yəni psixologiya ixtisasında təhsil alan tələbədir. Sən gələcəkdə gedib Avropada
nə bilim Asiyada, Amerikada psixoloq işləməyəcəksən. Azərbaycan ailələrində psixoloq işləyəcəksən. Deyəndə ki, məsələn, belə bir kitab çıxıbdı. Özdə mən sizə deyim ki, qiyməti də çox münasib olur və hətta bizim müəllimlər bunu satışa belə vermir, elektron variantını. Tövsiyə eləyirlər ki, elektron variantını verək, yəni təmənnasız. Gedin bu kitabı oxuyun, amma baxırsan tələbələrin əlində Amerika psixoloqlarının kitablarını, psixoloq tələbələrinin və bunlar sonradan siz bax deyək, konsultasiya verirlər, məsləhətlər verirlər və o dəyərlərə uyğun Avropanın, Amerikanın, belə deyək ki, Asiyanın, nə bilim, Afrikanın deyək, dəyərlərinə uyğun tövsiyələr verəcəklər. Axı Azərbaycan ailə dəyərləri başqa bir şeydir. Mən sizə elementar bir şeydir. Mən bu kitabı yazmışam. Deməli 2012-ci ildə. 2012-ci ildə çox böyük tirajla bu kitab çıxardıldı və buradan efirdən də deyirəm. Türkiyəyə belə göndərildi bu kitab və mən çox o serialı sevirdim. Qırmızı Oda serialı. İndi izləyənlər də bilər, psixoloji bir serial idi və bu kitabda ailənin psixoloji problemləri, həlli yolları mən o serialdan qabaq, yəni burada da iddialı şəkildə deyirəm, siz də baxa bilərsiniz. Mənim burada pasiyentlərim anonim olaraq burada məsələn yazılıb Fuad 29 yaş, onların psixoloq mən olmuşam, dialoqu burada belə deyək ki, açıqlanıb və onun geniş deyək case formasında, amma real case formasında həmin problem qeyd olunub və geniş psixoloji təhlillər aparılıb və burada da hətta baxırsınız ibrətamiz fikirlər burada qeyd olunub və mən həmin seriala baxanda gördüm ki, eyni janrdır. Neçə illər sonra çəkilməyinə baxmayaraq orada da otağa daxil olur pasiyent, psixoloqla. Mən hətta deyərdim ki, buradan həmin serialı çəkən yoldaşlara salamlar göndərirəm. Uğurlu olsun, xeyirli olsun. Amma biz bilirik bizim həmişə mahnılarımız, musiqilərimiz, ideyalarımız o qədər zəngindir bizim Azərbaycan xalqının bu keyfiyyətləri. Hər yerdə, dünyada istifadə olunur. Yəni ideya müəllifi kimi eyni janr, yəni o serialda əks olundu və bundan sonra mən baxıram orada digər məsələn seriallar var idi, psixoloji seriallar çox orada belə deyək bir film formasında çəkildi. Mən o serialları izlədim və xeyirli uğurlu olsun. İstərdim ki, bizdə də belə bir şeylər olsun. Yəni bax məsələn kitabı mən neçə insana tövsiyə eləyəndə kitabla bağlı özlərini görüblər orada problemlərdə. Yəni deməyim odur ki, nəyi əski olubdu? Bizim də stol üstü kitab kimi ailə həyatı quran insanlar əldə eləyiblər, hazırlaşıblar və bundan qat-qat artıq Azərbaycanda Azərbaycan psixoloqlarının kitabları var və mən də sizin dediyinizə şərik çıxıram ki, əgər belə kitablarımız başqa seriallara bir ideya verirsə, başqa ölkədə seriallara ideya verirsə, niyə bizim öz ölkəmizdə istifadə olunmasın? Və xüsusilə psixoloq tələbələrimiz tərəfindən. Axı hər bir, mən burada bu kitabda məsələn çoxlu sayda pasiyent özdə deyək ki, bir 20 problem var idisə, onun içərisindən oxşar problemləri. Ümumiləşdirmişəm. Orada adlar anonimdir, şərtidir, amma yaşlar, problemlər realdır və onun geniş psixoloji təhlilini aparmışam və sizin o vurğuladığınız kimi ki, başqa dəyərləri bizə şamil eləyirlər. Təbii ki, o dəyərlər də nəyə gətirib çıxardacaq? Bizim belə deyək ki, şuuraltı ötürücü bizim belə deyək ki, mexanizm var nəsildən nəsilə. Şuur altında olan informasiyalarla uyğun gəlməyəcək, nəsillər arası üsyan baş verəcək, ailədə kişinin rolu nədir, qadının rolu nədir, bu bilinməyəcək, nə daxil. O dövlətdə başqa deyək ki, ailə siyasəti olub, başqa deyək ki, dövlət siyasəti olub, bizdə tamamilə başqadır. Bizim belə deyək, genimiz də fərqlidir, bizim tarixi yaddaşımız başqadır, qəhrəmanlıqla bağlı bizim gözəl xanımlarımız tarixi, nə qədər məsələn uğur qazanan xanımlarımız olub, Həcərimiz, Nigarımız, amma baxırsınızmı həyat yoldaşına necə yanaşır? Bilirsiniz, xanım hansı kişiyə təslim olur? Özündən artıq kişiyə təslim olur. Nə qədər güclü qadın olursan ol, sən kişini baş tacı kimi
dəyərləndirməlisən. Düzdür, buradan mənə etiraz eləyəcəklər, hər kişidə olmaz. Çünki Qurani-Kərim baxırsınız, Qurani-Kərimdə psixoloji problemlərin həlli yolları kitabında. Mən orada da qeyd eləmişəm. Bəzən kör-körənə ayəni təhlil eləyir və deyir ki, qadın kişiyə tabe olmalıdır. Axı onun arxası var. Quranda yazılıb ona görə ki, baxırsınız o ayədə, mən indi ola bilər ayələrin nömrələrini dəqiq deyə bilməyəcəm. Ancaq ona görə ki, qadına baxmaq kişiyə həvalə olunub. Kişi güclü cinsdir axı. Allah da bunu buyurub. Əgər sən qadının qayğısına qalmırsansa, söhbət tək maddiyyatdan getmir. Məsələn, mən ağır zəmbillə gəlirəm. Sən mənə kömək eləməyəcəksənsə, mən belə deyək, yoruldum məişət işlərində uşağa baxmağa, sən mənim qayğıma qalmayacaqsınsa, mən sənə niyə tabe olmalıyam? Yəni kişinin kişilik xüsusiyyəti də odur. Bilirsiniz, Quranda da belə buyurulub. Bəzən dini dərindən bilməyən insanlar, dinimizdə belə yazılıb deyil. Xeyr, Qurani-Kərim bizim ən güclü həyat yolu kitabımızdır. Psixoloji xidmət kitabımızdır. Sadəcə onu düzgün təbliğ eləmək lazımdır. Yəni kişinin, əgər kişi ailədə özünü kişi kimi hiss eləyəcəksə, kişilik xüsusiyyətindən məmnunluq hissi duyacaqsa, o qadını da xoşbəxt eləyəcək. Ağıllı qadın da odur. Qadınlar anadan gəlmə, siyasətçil, məişətlə bağlı, keyfiyyətlə dünyaya gəlirlər. Qadınlar uşaq vaxtından ananın yanında, ev şəraitində məişət məsələlərini daha dərindən bilirlər. Çünki gözlərini açandan atanı necə idarə eləmək lazımdır, qardaşla necə rəftar eləmək lazımdır. Axı zərif cinsin nümayəndə bunu bilirlər. Amma kişilər necədir? Çöldə, bayırda oynasınlar, nə pul qazanmaq falan, bu şeylər təbliğ olur və zaman gəlir, ailə həyatı qurulur. Qadın məişət məsələlərini kişidən çox bilir. Kişi bir müddətdən sonra buna alışana qədər ağıllı qadın neyniyir? Ağıllı qadın yeri gələndə özü elə idarə edir ki, kişi elə bilir ki, bu idarə edir. Necə deyərlər, belə bir deyim var. Kişi başçısa qadın boyundur. Baxırsınızmı? Ağıllı qadın da öz həyat yoldaşını cəmiyyətdə elə təqdim eləyər ki, qıraqdan da ona baxıb deməsinlər ki, sən kimi arvadlıq eləyirsən. Belə kişidə oturmaq olmazdı ki, özün öz vəsildirsən yeri gələndə. Onda o ailə nəyə lazımdır? Yəni, bu məsələləri biz əgər ailəyə düzgün psixoloji hazırlıq olacaqsa, bir də belə bir şey deyim. Getdikcə siz də fikir verirsiniz ki, ailə quranların sayı azalır. Yaş da çoxalır. Bir dönəm erkən nikahlardan çox saylı gileylər olurdusa, indi biz görürük ki, gənclərə baxırsan 30 yaş, 35 yaş və bunlar hələ oğlanlar deyir, uyğun qız tapa bilmirəm, qızlar deyir, uyğun oğlan yoxdur, elçilər gəlsə də mən analiz edirəm, görürəm uyğun deyirlər. Elə mən bu məqamda bir sual vermək istəyirəm. Biz ər və arvada həm də həyat yoldaşı deyirik. Bu deməkdir ki, həyatımızın önəmli bir hissəsində yoldaşı oluruq. Əgər 35 yaşdan sonra evlənəcəksə, həyatın yarısı da gedibsə, bəs bunun həyat yoldaşlığı harda qaldı? Və yaxud da gözləntilər həddindən artıq çox olub. Məsələn, biz öz valideynlərimizdə görmüşük ki, elə sözün əsl mənasında yoldaş olub, müəyyən uğurlara çatıblar. Tutaq ki, ev alıblar, maşın alıblar, məsələn, övladlarını oxutdurublar, əl-ələ verib, yoldaş kimi. Amma indi xanımlarımız istəyir ki, bəyin hər bir şey olsun, ev olsun, maşın olsun, imkanı olsun, iş olsun. Onda bəs yaxşı bir yoldaşlıq hara qalır? Yəni gözləntilər çoxdur. Bəzən bəylər də elə imkanlı ailənin qızını istəyir ki, öz iqtisadi problemləri həll olsun. Bəs bu həyat yoldaşı anlayışı itirmi bizim cəmiyyətimizdə? Bəlkə də mən bir neçə il bundan qabaq bu sualları versəydiniz, mən biraz başqa istiqamətdə cavab verərdim. Ancaq indi son vaxtlar çox belə deyək, fikrimdə dəyişiklik əmələ gəlib. Deyir, evlənməkdə uduzmaq bütün həyatı uduzmaq deməkdir. Bu çox belə deyək ki, ciddi bir məsələdir. Sonra evləndirmək hasandır, evli olmaq çətindir. Bilirsiniz? Gəlin xanımları, indi baxaq, mən ona görə xanımları da günahlandırmaq istəmirəm, heç bəyləri də günahlandırmaq istəmirəm. Çünki artıq belə bir dönəmə gəlmişik ki, evləndirmək, məcbur etmək olmaz. Siz gözəl dediniz ki, həyat yoldaşı.
Adam bir yola çıxanda, adicə heç həyat yoldaşı yox, bir yol gedirsən, hansısa bir səfərə gedirsən, yanındakı insan sənin əsəblərinlə oynayacaqsa, sənə gərginlik yaradacaqsa, heç belə ən gözəl səfərə belə getsən, o səfər sənə cəhənnəmə travmalarla qayıdacaqsan. Evləndirmək xətrinə qətiyyən evləndirmək olmaz. Mən bugün o qədər yüksək keyfiyyətlərə malik, ziyalı insanlar tanıyıram ki, yəni özünə tay tapa bilməyib. Öz ruhuna tay insan tapa bilməyib, amma cəmiyyətə çox böyük faydası var. Müəllimlər var, müəllimələr var. Yəni çox keyfiyyətli xüsusiyyətləri var, hansı ki, onlar məhəbbətini tələbələrinə, şagirdlərinə veriblər. Yəni çoxlu ailə nə üçün lazım? Ailə nəsil artırmaq üçün, o nəsildə yüksək səviyyədə insan yetişdirmək üçün. Ancaq bunlar deyir taylı tayını tapmayanda günü ahva ilə keçər məsələsi. Özünə uyğun insan tapa bilməyib. Və belə deyək ki, bayaq siz dediniz ki, xanımlar çox şey tələb edir, kişilər də çox şey tələb edir. Mən sizə deyim, baxırsan ki, xanımın gözəl ruhu var. Bu insanın ruhu təmizdir. Baxırsan, deyirsən, niyə bu adamı seçmirsən evlənməyə? Deyir, xarici görkəmi xoşuma gəlmir. Məsələ nədir? Kütləvi informasiya vasitələrində, nə bilim, TikTokda mı deyək, sosial şəbəkələrdəmi süni plastik əməliyyat olan xanımlar çox təbliğ olundu. Təbii gözəllik deyil. Hətta seriallarda biz bunu gördük. Yəni filmlərdə bu da yeniyetmələrin qadınlar barəsində obrazlarını formalaşdırır. Məsələn, bizim dövrümüzdə hansısa bir filmin qəhrəmanı, məsələn, Ögey ana filmində biz baxırdıq ora, təbii xanımlar, gözəl xanımlar və şuur altında o əsərin qəhrəmanlarının kiminin qaşı, kiminin gözü, kiminin saçı, hərəsindən bir şey götürüb şuur altı bir obrazı formalaşdırırdıq və zaman gələndə, tərəf müqabili seçəndə o şuur altında əslində o obraz, o xüsusiyyəti bizə, xüsusiyyətdən sevmişdik, xüsusiyyətə uyğun obrazı beynimizdə canlandırmışdır. Yəni bunlar çox mühüm əhəmiyyət kəsb edir. İndi mən oğlandan soruşuram, yəni yaxşı qızdır, sənin kriteriyalarına uyğun gəlir. Deyir, xanım gərək baxımlı olsun da. Deyirəm, baxımlıq nəyə deyirsən? Təmizdir, hər cəhəti, saçı düzüm. Baxım bilirsinizmi? O ki, şuur altına yeridildi, süynilik. Bu qadın da gedib plastik. Nə var ki? Pulun var, getdin plastik əməliyyat elədin. Hamı bir-birini oxşadı. Mən sizə açığı deyim, psixoloq kimi son vaxtlar mən əvvəllər kiminsə şəklini mənə deyəndə ki, Lamiyə xanım, bu insan psixoloji portreti barədə nə deyə bilərsən? Fiziognomik Hansvel Lukenin var, fiziognomik maskalar var, onun məsələn saç düzümü var. Müəyyən qədər sən xarakterini şəkildən belə deyə bilirdin. Ancaq indi plastik həddindən ziyadə plastik əməliyyat edən adam barəsində mən fikir deyə bilmirəm. Bilirsiniz niyə görə deyə bilmirəm? Sonra da mənə etiraz eləyirlər ki, çox Lamiyə xanım bu barədə demə. Mən demirəm. Bəlkə yaşa dolanda hər birimizin ehtiyacımız ola bilər, amma sifətinizi dəyişməyin də. Obrazınızı dəyişməyin. Başqa bir xarakterə, bu sənin genetik yaddaşındır, sənin genetik kodundur. Yəni sən bunu tamamilə dəyişirsənsə, axı sən bununla böyümüsən də. Deyək ki, yeniyetməlik yaşından, erkən gənclik yaşına çatmısan, sənə belə rəftar ediblər. Sən artıq bu üzə görə sənin də münasibətlər formalaşıb, elə deyilmi? Səndə bu sifət cizgisinə görə xarakter formalaşıb. Sənin özün üçün də çətin olur. Sən bir aynaya baxanda artıq o üzə uyğun xarakteri də dəyişməyə məcbur olursan və hətta bir yerə gedib səni xarakterə görə, obrazına görə qarşılayırdılarsa, indi sən görəcəksən həmin münasibət deyil. Dəyişik belə deyək ki, davranış tərzləri belə deyək görəcəksən. Məsələn, Avropanın öz sifət cizgisi var, Asiyanın özü, Qafqazın öz sifət cizgiləri var idi. Yəni ona görə mən indi bunlara toxunmaq istəmirəm. Plastik əməliyyatların tərəfindəyəm. Ancaq hansısa bir ehtiyac olanda, lap belə deyək ki, bəzən yaşlı xanımlar, indi mən də yaşada oluram, ola bilər məsələn. Çox həyatda çəkdiyin travmalar üz cizgiyə yansıyıb, üzün düşük görünürsən, qoca istəyirsən səliqəli qocalasan, amma sifətini dəyişməyin əleyhinəyəm. Qoy obraz qalsın, qoy o təbiilik qalsın. Yəni oğlanlarımızın beyninə də o qədər süni o obrazlar yeridildi ki, mən baxıram,
hə, xanım qəşəngdir, ruhu gözəldir, amma hə, gərək baxımlı idi. Ona görə biz təkcə xanımları da belə deyək, qınaya bilmərik, amma qınayırıq ona görə ki, sosial şəbəkədən işrət 8 martda buna gətirdi, bahalı kimsə maşın hədiyyə elədi, nə bilim, maşının içindən böyük bir ürək çıxdı, gül çıxdı, bu olmalıdır. Əksərində o videolar özü yalan, şov xarakterlidir, amma bunlar həqiqi qəbul edir. Həqiqət deyil, bəs sən də oğlandan bu boyda şeyi tələb eləyirsən, onda o boyda şeyi qazanmaq üçün neçə yaşına çatmalıdır? Yaş da keçəcək və yaxud atası qazanıb da bunu, elə deyilmi? Deyir, yaxşı oğul neynir ata pulunu, pis oğul neynir ata pulunu. Yaxşı oğul ona görə neynir ata pulunu? İndi loru dildə desək, ataların gözəl misalı var. Çünki özü qazanacaq. Bir bax gör bu oğlanın perspektivi varmı? Bu oğlan sənlə bir yerdə ümumi məqsəd naminə çalışacaqmı? Siz buyurduğunuz kimi həyat yoldaşı bu yolda sənə dəstək olacaqmı? Sənə hörmət eləyəcəkmi? Sənin şəxsiyyətinə dəyər verəcəkmi? Mehribanmı insandır? Ən əsası bu insan gözəl şəxsi keyfiyyətlərə varmı? Sənin qədrini biləcəkmi? Belə insanı seçdə, əl-ələ verəsiniz, bəs ruh da o zaman möhkəmlənir. Ruh nə zaman möhkəmlənir? Ruh çətinliyə düşəndə ruh kamilləşir, ruh yetkinləşir. Bu dünyaya gələn ruh saf gəlir, təmiz gəlir. Baxırsınız, balaca uşaqların ruhu necə təmizdir. Yəni, və insan yaşa dolur, yaşdaşır, ruhu təmizləşən qocalarımız da var. Fikirləşir ki, mən həyatda bütün missiyalarımı yerinə yetirdim. Mənim vicdanım təmizdir. Mən xeyirxahlıq elədim. Mən övlad yetişdirdim. Yəni mən bu birinci növbədə bunlara təmiz ad qoyub gedirəm. Təhsil vermişəm. Amma elə yaşlılar da var. Yəni yaşa dolanda belə ölümdən qorxur, Allah uzaq eləsin. Nəyisə çatmadığını, yəni nəyisə eləyə bilmədiyini düşünür və onu öz övladından tələb eləyir. Hökmən sən bunu eləməlisən. Sən bunu niyə eləmədin? Qınayır. Və yaxud nəsə özüm eləməmişəm, sənin vasitəndən sən bunu mənim üçün eləməlisən. Yəni belə deyək ki, bunlar daha dərin mövzular kimi gələcək inşallah verişlərdə danışmaq olar. Yəni ona görə mən bildirmək istəyirəm ki, əziz gənclərimiz, yəni siz diqqət eləyin. Birinci növbədə bu Turan müəllim buyurduğu kimi həyatda sizi yarı yolda qoymayacaq həyat yoldaşı seçin. Ondan bir söhbət eləyin. Görün sizin qarşıya qoyduğunuz planlarla onun planları üst-üstə düşürmü? Yoxsa nə qədər varlı insan var? Nə qədər varlı insanı axtaracaqsansa, bir də görəcəksən ki, ondan da varlısı var. Yox, bir-iki qız getdi də. Yəni sən çox yoxdur axı o qədər. Və yaxud o pul hardan əldə olunur? Hamı ən böyük zənginlik, yəni yenə deyirəm, nəfsin idarə olunmasındadır. Nə qədər nəfsini idarə eləyə biləcəksən, sənə bəs olan səviyyədə mən düşünürəm ki, ağılla, kamalla, yəni həyatını idarə edən adamlar mənəvi zənginlik sayəsində həyatın xoşbəxtliyinə çatırlar. Xoşbəxtlik də nədir? Bu dünyada yaşamağından duyduğum məmnunluq hissidir. Nə qədər çox nəfsin arxasınca gedəcəksən, mübarizədir, müharibədir, rəqabətdir, o qədər çox düşman qazanacaqsan, o qədər də özünü bədbəxt hiss eləyəcəksən. Mən biraz deyəsən. Yox, çox əla, çox gözəldir. Lamiyə xanım, az öncə də fikirlərinizdə dediniz ki, müxtəlif nəsillərdə övlada qarşı münasibət fərqli olub və bəzi nəsillər övladlarına çox azadlıq təbliğ ediblər və yaxud da bəziləri sevgidə həddə aşıb, amma hətta sevgi verdiyini düşünüb, amma bunu ancaq maddiyyatla eləyib. Bəzən valideynlərin nəzarəti ailələrdə güclü olur. Bunu da sevgi ilə adlandırırlar. Bəzən də valideyn tam sərbəstlik verir. Bunu da sevgi və övladının şəxsiyyətinə hörmət kimi adlandırır. Bəs övladın yetişməsində, böyüməsində valideynin sevgi və nəzarət, icazə və qadağa balansı hansı həddə olmalıdır? Xüsusən indiki dövrdə yeniyetmələr biraz icazələrə çox belə deyək, həvəslidirlər, azadlığa çox həvəslidirlər. Valideynlər də biraz narahatdılar. Çünki özlərinin görmədiyi azadlığı övladına verəndə də təbii narahatlıq keçirirlər. Balans necə olmalıdır?
Çox maraqlı bir məqama toxundunuz. Çünki siz danışa-danışa mən də fikirləşirdim ki, bax məsələn mən də psixoloqam, pedaqoqam, mənim də əhatəmdə öz kolleqalarımız arasında, yəni belə dəyərli fikirləri olan, savadı olan insanlar var və mən göz önümdə canlandırıram ki, onda belə demək olar ki, bu məsələləri dərindən bilən uşaqlar, insanların, övladları idealdırmı? Bəli. Baxırsınızmı? Xeyr. Mən bu suala belə cavab vermək istəyirəm. İndi şükür olsun Allaha ki, məsələn biz də çalışmışıq, vurulmuşuq. Bugünkü gün cəmiyyətimizə faydalı olan insanlar yetişdirə bilmişik, amma hər kəsə də nəsib olmur. Çünki insanın formalaşmasında siz də bilirsiniz, ailə mühiti, valideyn tərbiyəsi, ətraf mühit, yəni təhsil, tərbiyə, yəni belə də yoldaşlar, dostlar, hətta televiziyanın təsiri. Bəli, iş, hətta işlədiyin mühit, seçdiyin karyera belə təsir göstərir. Məsələn, mənim bir ana kimi vicdan rahatçılığı mənim övladlarıma deyirdim. Deyirdim ki, mən sizi cəmiyyətə, siz deyirsiniz, qorumaq, belə sədlər qoymaq, nəzarət bir həddə qədər mümkün olur. Çünki sən onu cəmiyyətə artıq təhvil verəndə, belə deyək ki, o qadağaları nə qədər istəsən də qoya bilməyəcəksən. Çünki o yaş o həddədir ki, artıq yəni özü görüb götürməlidir. Sən nə qədər çox onun belə deyək ki, qabına, deyək də, o tərbiyə qabına nə qədər nemət qoysan da, o artıq kənardan da yol gedir. Ac olduqca onu dolduracaqdır. Elə deyilmi? Ona görə mənim həmişə həyat devizim olub. Deyir, uşağı çətin durumda qorunmaqdansa, çətin durumda yaşamağa alışdır. Mən çox müşahidə eləyirdim bir valideyn olanda. Bir hadisə bir dəfə mənim başıma gəldi. Mən bir dəfə də bilmirəm bunu efirdən səsləndirmişəm, səsləndirməmişəm, amma həmişə auditoriyada tələbələrimdən bunu bölüşürəm. Gözəl, faydalı keçdiniz. Bəli. Mənim oğlum, böyük oğlum 1-ci sinifə gedəndə belə bir hadisə olmuşdu ki, deməli, baxdım ki, mən onu mağazaya çörək almağa göndərirəm və o mağazaya getmək istəmir. Dedim, bala, niyə? Dedi, balaca qardaşı gəldi, dedi ki, mama, bəs o utanır. Dedim, nəyə görə utanır və bunları danışdırdım. Və mənim balaca oğlum dedi ki, mama, o məktəb sinif yoldaşından həmişə sən pul verirdin. Gəlib o mağazadan bulk alanda sinif yoldaşı mənim oğluma deyib ki, mənim pulum yoxdur. Sən mənə də bulk alarsanmı? Nəsə bu bir dəfə pulu olub alıb, ikinci səfər nəsə olmayıb. Oğlan buna sinif yoldaşı deyib ki, orada da nisiyə dəftər var. Bilsiz, məhəllə marketidir. Deyib, sən olarmı ki, sən adva yazdırasan, mən sənə məktəbdə pulumu verəcəm, sən o pulu gətirib satıcıya verərsən. Nəsə bir dəfə belə olub, 2 dəfə belə olub və mən oğlumu o qədər belə deyək ki, həmişə humanist ruhda tərbiyə eləyirdim ki, mənim oğlum ondan soruşanda ki, sən bəs tanıram ora getməyə, pulu verərsənmi? Həmin oğlan deyib ki, mən səni aldatmışam. Ağlın var, 1-ci sinif şagirdi. Ağlın var idi, sən o işə getməzdin. Aldatmışam səni. Deməli, bunu deyəndə mənim balaca oğlum, böyük oğlum da ağladı. Mən dedim, səhv mənimdir və mən səni təbrik eləyirəm. Səni niyə görə təbrik eləyirəm? Sən ilk həyat təcrübəvi indi qazandın. Və ondan sonra mən açıq sizə deyim ki, tərbiyə metodikamda, çünki valideyn də dəyişməlidir. Ümumiyyətlə, tərbiyə tənbəlliyi sevmir. Valideyn, övlad ən böyük kapitaldır. Bunu insanlar dərk eləməlidir və dövlət üçün böyük kapitaldır. Təbiətin də qanunudur da, qadın kişi olmasa insan dünyaya gəlməz. Ailə varsa da keyfiyyətli insan dünyaya gəlir. Ailə yoxdursa da nəsil azalmağa başlayır, vətəndaş sayı azalmağa başlayır və belə deyək ki, mən həmişə təbliğ eləyirəm insanlara ki, ay valideyn, yəni sən dövlət üçün keyfiyyətli insan yetişdirməklə yanaşı, özün üçün də bir kapitaldır tərbiyə. Özün üçün də keyfiyyətli, yəni əgər bu insan yetişdir, əgər bu insan sən yüksək səviyyədə olmayacaqsa, gələcəkdə sən artıq nə yaşlılığı, nə yetkinliyi gözəl görmə. O uşaq sənə qarşı çevriləcək. Sənin resurslarından da istifadə edəcək. Yəni, mən ondan sonra tərbiyə metodumu hər dəqiqə, hər saniyə təkmilləşdirməyə məcbur idim. Üzr istəyirəm, ondan sonra mən baxdım ki, dedim, bu oğlan sənin üçün
gözəl belə deyək ki, məktəb oldu və mən icazə verirdim. Bax, hər tipdə insanla söhbət eləsin, ancaq mənlə bölüşsün. Problem yaşadısa gəlsin. Mən növbəti addımlarda necə davam eləmək lazımdır və şükür Allahın birliyinə mənim böyük oğlum da artıq baxdım ki, o qrant layihə qalibi olub, gələcəyə müəllimi təqaüdü alan, universiteti bitirib, o da bir müəllimdir. O da yəni neçə illərdir pedaqoji fəaliyyətlə məşğuldur və hətta mən sizə deyim ki, müəllim var ki, elmi gözəl bilir. Mən bunu da bir istəyirəm, cəmiyyətə mesaj verim. Çox adam müəllimlərin fəaliyyətindən də gileylənir, müəllim-şagird münasibətlərindən gileylənir. Ancaq müəllim həm də şəxsi keyfiyyətlərindən şagirdə nümunə olmalıdır. Müəllim sinifi idarə etmək qabiliyyəti olmalıdır. Müəllim şəxsiyyəti elə olmalıdır ki, tələbələr, şagirdlər onun şəxsiyyətinə hörmət edib dərsi o zaman həm keyfiyyətli öyrənirlər, həm təhsil sistemində başlıca prinsipi odur ki, yüksək səviyyədə cəmiyyətə şəxsiyyət yetişdirmək. Yoxsa əzbərçilik, yoxsa universitetə qəbul olum, amma şəxsi keyfiyyətlər qalır kənarda. Ondan sonra da biz gileylənirik ki, məktəbdə falan problem var, valideyn-övlad münasibətləri belədir, şagirdlər bir-birinə, nə bilim, bullying nümayiş etdirdilər. Amma ona görə mən həmişə bunun tərəfindəyəm. Hətta mən istərdim ki, gələcəkdə olsun belə. Deyəcəksiniz, Lamiyə müəllimə buna da toxundu, toxunmaya bilmərəm. Yəni, nə gözəldir, olsun müəllimlər, imtahan versinlər, amma müəllimlərin pedaqoji fəaliyyətinə bir illik heç olmasa sınaq müddəti verilməlidir ki, sinifdə bu uşaqları necə idarə edir? Ələ ala bilirmi? Bilirsiniz, əvvəllər belə idi, qoy şuralar olsun, qoy gəlsinlər dərslərində otursunlar, açıq dərslər orta məktəbdə, sinifi idarə eləyə bilirmi? Yoxsa müəllim yüksək bal topladı, gəldi, lap müsahibədən də keçib, amma şagird onu qəbul eləmir. Bilirsiniz, mən bu problemlərlə cəmiyyətdə üzləşirəm və yəni bu baxımdan da mən orta məktəb, məsələn, oğlumun timsalında da onu demək istəyirəm ki, məsələn, olubdur ki, konflikt olub, amma müəllimin bir sözü o böyük konflikti qarşısını alıbdır. Yəni, müəllimin şəxsiyyətinə olan hörmət və o vaxtında verilmiş düzgün tərbiyə və mən həmişə aşılayırdım övladıma ki, sən hər bir tipdə insanla münasibət qur. Amma onun məqsədini analiz elə, təhlil elə. Tək mənim, deyək ki, mən yenə deyəm, gələcək barədə insan proqnoz verə bilməz. Həyatda Allahın özünün də imtahanları var, sınaqları var. Çox mənəm deyəndə də adam elə bir sanki deyir, çox mu ağıllı oldun, ala bu imtahanı da sən ver. Amma bu günümə qədər danışıram. Yəni, mən övlada sevirsənsə, qadağaları elə şəkildə qoymaq lazımdır ki, yəni o qadağaları niyə qoymusan? Onun təhlili olunsun, açıqlaması verilsin və övlad dərk eləsin ki, bu qadağalar onun xeyrinədir və özünü, yəni özünə müəyyən sərhədlər qoymağı bacarsın. Lamiyə xanım, biz övladın, fərdin inkişafında valideynin rolundan danışırıq. Amma bir məsələ var ki, valideynin özünün də bir şəxsi həyatı var, tutaq ki, ailə həyatı var, iş həyatı var, öz dostları var. Valideyn həyatının hansı hissəsini övladına ayırmalıdır? Bu bir sualım. Bir də ümumiyyətlə bu mövzularda biz sosial şəbəkələrdə bəzən heç peşəkar olmayan, ixtisaslı olmayan, özünü psixoloq adlandıranların çıxışlarını çox görürük. Çox bəzən belə yəni ağlasığmaz fikirlər deyirlər, səsləndirirlər. Bir məsələ də burdadır. Bir ailədə problem varsa, ailə məsələn ayrılmaq istəyir. Bəzi ailələr deyir ki, övladıma və övladlarıma görə səbr eləyəcəm, dözəcəm, düzələr. Bəziləri də deyir ki, yox, sən özün bir şəxssən, övlada görə bu qədər narahatlığa, dözməyə ehtiyac yoxdur. Fikirlər fərqlidir. Yenə dediyim kimi, həm nəzəri, həm praktik psixoloq kimi yəqin ki, belə кейsləri çox görmüsünüz və bu ailələrin övladları ilə də işləmisiniz. Artıq 25 ildən çox sizin pedaqoji təcrübəniz var, gənclərlə, yeniyetmələrlə işləyirsiniz. Balans necə olmalıdır? Valideyn övladına qarşı hansı həddə qədər fədakarlıq etməlidir və öz şəxsi həyatını, öz həyatını yaşamağı da hansı həddə balanslaşdırmalıdır? Çox təşəkkür edirəm. Çox maraqlı bir sualdır və
elə mən də pasientlərimdən istəyirəm sizə danışım. Ümumiləşdirib deyəcəm. Məsələn, bir gənc vardı. Deməli müraciət elədi. Onlar da birinci, ikinci kursda fəaliyyət göstərən. Onu da vurğulamaq istəyirəm ki, bizim pedaqoji universitetdə təmənnasız olaraq psixoloji xidmət fəaliyyət göstərir. Yəni tələbələr bəli, artıq neçə illərdir ki, tələbələr yəni öz problemlərini anonim olaraq, yəni bizdə növbətçi müəllimlər olur, müraciət eləyirlər və biz elə hər dəqiqə, hər saniyə həm dərslə əlavə özümüz də xidmətlə məşğul olaraq cəmiyyətin içində oluruq. Bəli. Problemləri bir cərrah elə bil ki, belə deyək də, hər dəfə əməliyyat eləməyəndə bir formadan Bəli. düşür, belə deyək, bir fortepiano ifa eləyən məsələn, məşq eləməyəndə formadan düşərsə, bizdə də şükür Allaha elə bir şəraitdir ki, formada qalmaq üçün həm özümüzə xeyirdir, həm də cəmiyyətə faydamızı veririk, tələbələrimizə. İndi bu şəraiti yaratdığına görə rəhbəriyyə də təşəkkür edirik. Bu hamısı tələbələrə olan məhəbbətdən irəli gəlir ki, yəni qeyri-ixtiyari biz cəmiyyətin, ailələrin içindəyik. Görün nə qədər tələbələr gəlir və problemli tələbə müraciət elədi ki, bəs müəllimə, mənim valideynlərim ayrılmaq üzrədir. Sizin buyurduğunuz kimi hər kəs öz həyatını yaşamaq istəyir. Mən də dedi, çox sıxılıram. Mən gələcəyimi görə bilmirəm. Özü də qız uşağı idi. İndi oğlanlarla da bağlı başqa problemlər var. Hələ bu məsələnin praktikasını, nəticəsi uğurlu olduğuna görə istəyirəm bunu bölüşüm. Deməli, deyir, bəs mənim anam atama kompromisə getmir, atam anama kompromisə getmir. Biri məni öz yanına çəkir, mənim tərəfimdə dur bu, filan. Mən uzun uzadı da indi gəncdir, buna məsləhət verim, dəfələrlə gətizdirim. Axı bu faciəni yaşayır. Dedim, qızım, mən sənə dediklərimi get evdə elə. Gəl belə bir eksperiment eləyək. Dedi, necə? Dedim, gedirsən, sən nə qədər valideynlərimin bir-birinin tərəfini saxlayacaqsansa, gah atanın, gah daha da onlar belə deyək ki, konflikt şiddətləşəcək, o onu günahlandıracaq, uşağı mənim tərəfimə çəkirsən, bunu. Sən dedim, gedirsən, atan, ananı, ikisi də bir yerdə oturanda deyirsən ki, siz məni fikirləşmirsiniz, mən də daha sizi fikirləşmək istəmirəm. Mən sizdən tələb eləyirəm. Müəyyən müddətə qədər, yəni qoyun mən universiteti qutarım, işə düzəlim, o vaxta qədər səbr eləyin, dözün, ondan sonra ayrılarsınız. Mən ayaq üstündə durum, ondan sonra ayrılarsınız. Amma bu ailədə, yəni məni dünyaya gətirmisinizsə, əgər mənim dediyimi siz yerinə yetirməyəcəksinizsə, mən də sizə problem yaşadacağam. Nəsə belə bir şəkildə qızla danışdıq. Dedim, qızım, eksperimentdir da. İndi insanlar, bunlar biraz da dedim, indi valideyndir. Bunlar da biz başa düşməliyik. İndi nəsə bir aralarında belə deyək, problem olub falan. Valideyn övlad konfliktini də dərinləşdirməmək üçün də belə deyək. Amma dedim, gəl bir ailə naminə də, ailəni qorumaq naminə. Çünki bir müddət bunlar sənə görə kompromisə getməyi bacarsalar, bəlkə bu davamlı haldalar. Axı bu vaxta qədər gəlib çıxıblar. Qız getdi, həmin hərəkəti eləmişdi. İnandırım sizə, Turan müəllim çox müsbət bir nəticə vermişdi. Gəl dedim, Lamiyə xanım, mən şokdayam. Gözləmirdilər ki, yəni bilirsiniz, ana uşağı çəkir öz tərəfinə. Hətta atam belə elədi, sən onun cavabını ver. Ata deyir, ana səni öyrətdi belə, uşaq qalır əldə belə. Bizə də məqsədimiz o idi ki, yəni sən güzgü kimi bax da, sən uşağı fikirləşmirsənsə, bu yuva uşağın yuvasıdır. Sən artıq böyümüsən. Siz bir-birinizi sevmisiniz. Münasibətdə olmusunuz ki, övlad dünyaya gəlib. Və bu uşağın da haqqıdır da ailə həyatı qursun. Bu uşağın da haqqıdır da sevgi yaşasın. Sən bu uşağın böyüyəcək, o yetkin nəsil üçün ailə bir enerji rolu oynayırsa, yəni gəlirsən orada enerji alırsan, rahatlanırsan. Axı yetişəcək nəsil üçün ailə o yumurtanın qabığı kimi, içi kimi, yəni qida mənbəyidir, enerji, oradan sən qidalanıb yetişirsən. Sən bunun yuvasını niyə dağıtmalısan ki? Yəni artıq övlad varsa, sən biraz düşünməlisən, düzdür. Əgər Allah uzaq eləsin, heç kəsə göstərməsin, ailədə bir tərəf narkomandırsa, yəni çox ciddi
psixoloji problemləri varsa, yəni dözülməz bir həddədirsə, təbii ki, yəni onda artıq başqa yol qalmır. Çünki o ailədə böyüyən uşaq travmalı böyüyəcək. Amma kütləvi hal almaq, yəni mən istədiyim üçün karyera qurmaq. Sən belə deyək, qadına deyək ki, sən artıq ana oldunsa da, sən karyeranı elə tənzimləməyi bacarmalısan ki, sən ən böyük karyeran analığındır. Mən hərdən uşaqlara sual verirəm, tələbələrə ki, uşaqlar, ananıza kimsə nəsə söz desə, neyniyərsiniz? Artıq bunlar gənclər. Deyir, Lamiyə xanım, nə danışırsınız? Biz aləmi dağıdarıq. Hətta bəzən deyir, atamız belə ona bir şapalaq vursa, şiddət göstərsə, atamıza dur deyərik. Anamız müqəddəsdir bizim üçün. Baxırsan, ay ana, sən uşağın balaca olanda ona qayğısına qalırsan, eybi yox. Hardasa əzildin, oldu. Amma bir müddətdən sonra o uşaqlar sənin böyük ordundur. Ordundur, səni qoruyacaq o ordu yetişdirmisən. Və mən sizi inandırım, ata da baxır. Ata da bəzən, bilirsiniz, mən bunu müşahidə edirəm, vaxtı ilə çox belə qəddar bir insan olubdu. Amma zaman gəlir, uşaq ananın arxasında durur. İnandırım sizə, o ata da uşaqlara görə, o da xanımla hesablaşır. Yəni, baxırsan, yəni ailədə belə bir, o da bilirsiniz, əslində bir sınaq müddətidir. Mən həmişə deyirəm ki, Allah Taala bizə hər gün Turan müəllim, elə bir sanki həyatımızla bağlı test imtahanları verir. Biz bu test imtahanları necə TKTK-da test imtahanı eləmirik. Biz seçirik, yazırıq, mükafatımızı daha mərhələyə çatırıq. Bizə hər gün özdə inandırım, qurban olduğum Allah Taala o qədər demokratik yanaşır insanlara. Belə deyək, demokratiklik də nədədir? Baxırsan, pis yola baxanın axırı nə olur bizə göstərir də. Və yaxud eşrətlə məşğul olan axırı nə olur bizə göstərir. Yaxşı oxuyan insan, kasıb bir adam idi. Amma yüksək üzərində işlədi. Bir də görürsünüz Avropadan, Amerikadan ya Azərbaycanın ən yüksək universitetlərindən səsi gəlir. Bunu görən adamda Allah işarə verir ki, sən hansı yolla getməlisən. Elə deyilmi? Hər gündə sənə seçim verir. O necə bir cırtların nağılı var idi. Bu deyir, itürən tərəfə mi gedək, işıq gələn tərəfə mi? Mən hərdən tələbələrimə də deyirəm, ay bala, milli nağıllarımız var, oxumusunuzmu? Bəziləri deyir, oxumamışam. Deyirəm, gedin ev tapşırığı verirəm. Gedin milli kinoya baxın, milli nağıllarımıza baxın. Çünki onların hamısı bir psixoloji, yəni bizə tərbiyə üsulu, bir hansısa bir məsələləri aşılayırdı, yol göstərirdi bizə. Yəni sənə elə bil ki, o cırtdanda deyir, itürən tərəfə get, yoxsa gəlirlər işıq gələn tərəfə. Hamısı deyir ki, gəlin işıq gələn tərəfə gedək. Gedirlər, rahat yeri seçirlər də işıq. Gedirlər, görürlər orada div oturubdu. Div də başlarını oynatır. Amma sən demə, itürən tərəfdə kənd var imiş və iti ora bağlayıblarmış ki, kəndə gəl. Eləcə də bizim həyatımız belədir. Baxırsan, mən bugün hər gün seçim verilir insana. Mən bu yolla mı gedim, bu yolla. Məsələn, bir qıza elçi gəlir. Bir oğlan gəlir, fərz elə, Ucqar kənddə yaşayan bir qıza dəfələrlə olub, belə bir şey. Ucqar kənddə yaşayan bir qıza Bakı şəhərindən misal üçün deyirəm. Amma real faktlar da var. İmkanlı bir ailə elçi gəlir. Tək oğlandır, var, dövlət var. Bu qız da buna sevinir. Heç yeri bitirməyib, kənddə, Ucqar kənddə gözəl göyçək qızdır. Yəni bəlkə də belə deyək, başqa bir insanla ailə həyatı qursaydı, xoşbəxt olardı, amma gəldi bu oğlanla ailə həyatı qurdu. Gəldi bədbəxt oldu, evin xadiməsinə çevrilib, qulluqçusuna çevrilib. Nə işləməyə qoyurlar, nə karyera. Məsələn, ola bilər ailədə, yəni var, dövlət var. Otur elə uşağını saxla. Otur qırağa çıxma, uşağına da məsələn aparacaqlar getir. Bir də baxırsan elə bir insan mənə gileylənir məsələn. Sənə başqa bir adam da elçi gəlmişdimi? Deyirək, kəndimizdə məni elə çox istəyən, məsələn, insanlar var idi, oğlanlar var idi, elçi gəlirdilər. Amma mən kənd həyatını seçmədim, şəhər həyatını seçdim. Valla kəndə getsəydim, mənə evdə var idi, eşik də var idi, amma fikirləşdim ki, indi kənddir da, mən şəhər həyatı daha gözəl olar. Mən də deyirəm, bəs sən fikirləşmədinmi ki, bu boyda şəhərdə qız yox idi, məsələn də, o boyda Ucqar kənddən gedib sən aldılar bir özü, yəni belə deyək də, bir düşünmədinmi səbəbi nədir? Deyir, yox, məsələn, Lamiyə xanım düşünməmişdim. Bəlkə də araşdırsaydım, bilərdim məsələn ki, məni hansı məqsədlə alırlar, öz inkişafımın qarşısını mı alacaqlar, mənəvi tələbatımın qarşısı mı alınacaq. Elə bil ki, sanki qızıl qəfəsdə yaşayan bir insan kimiyəm. Və başqa bir şeyi də demək olar, başqa misallar da çəkmək olar. Yəni, insan qarşısına çıxan gündəlik hər bir şeyi seçməlidir. Məsələn, adicə ixtisas seçimindən bağlı. Görürsünüz, nə qədər mütəxəssislər
mütəxəssislərə müraciət edirlər. Hamı bəzən elə olur ki, bir populyar sahənin adı reklam gedir, hamı onun arxasınca gedir ki, nə var desinlər ki, filan ixtisası qurtarıbdı. Və ya da universitetin adı brendləşib. Universitetin adı populyardır. Filan kəs filan universiteti qurtardı. Amma qurtarır, iş tapa bilmir, qalır işsiz. Amma elə bir sahələr var ki, o sahə bir əmək bazarının tələbatına bax da. Sən bil ki, bu il məsələn çoxlu sayda insan bu ixtisasın arxasınca gedir. 5 ildən, 6 ildən sonra, 10 ildən sonra nə qədər kadr olacaq? Və sən o kadrların içərisində gərək hansı səviyyədə olasan ki, sən özünə iş yeri tapa biləsən. Amma elə sahələr də var, populyar deyil, amma ora böyük tələbat var. Nə olar? Ben məsəl üçün ən xırda bir şeyi misal çəkim. Ola bilər sənət sahəsində. Bu adicə bir dərziliyi deyil. Məsələn, dərzilik. Keyfiyyətli dərzilər var ki, bu günlərim çox böyük diplom alıb hansısa bir universiteti bitirəndən daha çox qazanır. Bəli, hörməti də daha. Bəli, hörməti də çoxdur. Yəni bir dənə hansısa bir internetdən bir paltarı seçirsən, adicə belə deyək ki, toy geyimləri olsun. Yəni məncə gedib düzgün seçim eləmək, hər gün ağılla, təfəkkürlə düzgün seçim eləyən adam sonu da mükafat gəlib. Çətinlikdən qorxmaq lazım deyil. Lamiyə xanım, travmalara toxundunuz. Mən istəyirdim bugünkü görüşümüzün son sualı bu olsun. Yenə də travmalar, xüsusən uşaqlıq travmaları demək olar ki, artıq son illərdə hər kəsin dillər əzbərinə çevrilib. Heç bəziləri bu terminin mənasını başa düşmür, bəziləri bir də sindrom məsələsinə çox toxunurlar. 3 yaş sindromu, filan yaş sindromu. Bu psixoloqlar, bəlkə də dırnaqarası psixoloqlar daha çox bunlardan istifadə edir. Bəzən pasiyentləri davamlı konsultasiyalarda saxlamaq üçün də bir alətə çevirə bilirlər. Bəzən də şikayət olur ki, elə neçə illərdir, dəfələrlə psixoloq yanına gedir, amma nəticədə yoxdur. Digər tərəfdən yenə dediyim kimi, məsələn, mən özüm də 90-cı illərin uşaqları müharibə şəraitində yaşamışıq, çörək növbələri dövründə yaşamışıq. Yəni, travmaya qalsa bizim gördüyümüz travmaları bəlkə indiki nəsil görməyib. Və yaxud da sizin gəncliyinizdə olan o gördüyünüz travmaları indiki nəsil görməyib. Yəni, bu travmalar əvvəla nədir və nə qədər əhəmiyyətlidir insanın rolunda? O travmaların kontrolu, həlli yolları bəs nədir? Mən çox təşəkkür edirəm. Siz müasir psixoloji xidmətinin də bəzi problemlərini vurğuladınız. Buna belə bir misalla cavab vermək istəyirəm. Deməli, belə bir səhnəni göz önümüzdə canlandıraq. Təsvir eləyin ki, Allah heç kəsə göstərməsin, amma hansısa bir belə deyək ki, ayağa infeksiya düşüb. İnfeksiya düşüb, nəsə batıb, infeksiya düşüb və həkimə gedir. Bir həkim, məsələn, belə deyək ki, yüngül oranı spirtlə silir, yodlayır, nəsə bağlayır, ağrını kəsici ora qoyur. Həmin anda insan özünü o şiddətli ağrıdan rahatlanır, həkimə təşəkkür eləyir, evə gəlir. Amma bir müddətdən sonra axı o infeksiya oradan təmizlənməyib. Bəli. Elə deyilmi? O infeksiya daha da böyüyəcək, nə olacaq? Daha böyük problemə gətirəcək. Amma digər bir həkim fərz ilə getdi. Həkim təcili şəkildə nəsə belə deyək ki, iynə vurdu, keyitdirici, hətta olubdu, ağrı kəsməsə də həmin hissəni ağırda, yəni təmizlədi, bir neçə dəfə də gətizdirdi onu, ta ki insan o sağalana qədər ağrı yaşadı da. Amma nəticəsi nə oldu? Nəticəsi uğurlu oldu. Müasir bir qism, siz dediyiniz kimi dırnaqarası psixoloji xidmətdə təbliğ olunur ki, mən bunun əleyhinəyəm, qəti şəkildə. Yəni, insan sənin kabinetindən çıxanda özünü tam rahat hiss eləməlidir. Yəni, sənə nə lazımdır? Sən, bayaq siz dediyiniz kimi azadlıq istəyirsən, filan. Psixoloqla söhbət edir, bəli, psixoloq bunu dinləyir və bu psixoloqun kabinetindən çıxanda rahatlanmış şəkildə çıxır ki, mənim düşüncələrim düzdür. Belə şəkildə çıxır. Amma nəticə nə olur? Siz bayaq dedi, ailə faciələri, ailə insan gedir, mən belə eləməliyim. Özdə çox belə, biz belə deyək, sosial şəbəkələrə də baxırıq. Elə şəkildə danışılır insana, siz bayaq dediniz də, daim gəlsin, geçsin, daim gəlsin, geçsin, daim gəlsin, geçsin. Pul gözündə baxılır, müştəri gözündə baxılır. Mən də belə bir sual verim. Bir yerdən ki, pul gəlirsə, onu sağaltmaq kim istəyər? Hə, Turan mən, belə bir şey varmı? Kim istəyər? Amma bir şey düşünmək lazımdır. Sən
pasiyentinin davamlı gəlməyini istəyirsən, canlı reklam lazımdır. Məsələn, mən sizə açığı deyim, bugünkü gün mən pedaqoji fəaliyyətlə məşğulam. Psixologiyanı tədris edən pedaqoqam, həm də yeri gələndə psixoloji xidmətlə məşğulam. Əgər məsələn mən pedaqoji fəaliyyətlə məşğul olduğuma görə tək öz adımdan danışmıram, kolleqalarım adından danışıram, universitetdə dəyərli alimlərimiz adından danışıram. Bizim vaxtımız çatmır. Amma biz psixoloji xidmətlə məşğul olsaq, kütləvi şəkildə. İnanın, o canlı reklamdır. Sən keyfiyyətli xidmət göstərirsənsə, arxasınca qonşusu, nə bilim, övladı, mənim elə pasiyentlərim olubdur ki, özünün problemləri həll olunub, övladı gəlib yeniyetməliyə, onunla bağlı müraciət edib, qonşu müraciət edib. Yəni, belə yanaşmaq lazımdır. Yəni, gözəl reklam keyfiyyətli işdir. Keyfiyyətli işdir də. Məsələn, sən lap götürək müəllimliyi, gözəl repetitorluq eləyirsən, uşaq instituta qəbul oldusa, o uşağı təzədən yenə sən gətirib repetitorluq eləməyəcəksən ki, onun elə instituta qəbul olmağı sənin canlı reklamındır, kütləvi axın gələcək. Amma psixoloq oturur bir nəfərdən, get, gəl. Bu nə qədər olar? Yəni, bu pul gəlir bundan. Sən keyfiyyətli xidmət göstər, sənin müştərinin də sayı çox olacaq. Alırlar, məsələn, yenə deyirəm, bir də görsün, hansısa bir standart bir metodikadır. Standart metodikanı da hər kəsə tətbiq eləmək mümkün deyil. İnsanlar fərdidir. Yəni, ona görə mən belə deyək ki, travmalarla bağlı, travmalara siz toxundunuz. Gerçəkdən də travmalar uşaqlıqdan qaynaqlanır və o travmanı fərdi şəkildə müəyyən yaşa çatandan sonra məsələn psixoanaliz üsulu var. Psixoanaliz üsulu vasitəsilə yeri gələndə, yəni bir sıra metodlar var, psixodiaqnostik bir sıra metodlar var ki, onlardan da istifadə eləməklə, amma ən güclü metodika psixoanalizdir ki, o uşaqlıq travmalarını aşkarlayıb, orada indi biz belə deyək ki, müxtəlif olanı belə deyək ki, transformasiya üsulları var ki, o travmaların mənfilərini ya belə deyək ki, tamamilə indiki ağılla ona qiymət verib müsbətə neytrallaşdırırsan, yox, əgər o travmalar qalacaqsa, uşaq vaxtından o həyat təcrübəsidir də. O təcrübə sayəsində sən davranış nümayiş etdirirsən. Elə deyilmi Turan müəllim? Travma baş verdisə, sən davranışını dəyişirsən. O dəyişdiyin davranış da dəyişilə gedir. Yəni, vaxtında aradan qaldırılması bir də lazımdır. Bir də deyirlər, uşaq əgər travmalıdırsa, birinci valideynin müalicə olunmalıdır. Yəni, biz bunu da nəzərə alaq. Yəni, uşaq travmalıdırsa, bəzi valideynlər aparır uşaq psixoloqunun yanına, uşaq məşğul olsun. Valideyn uşağın həm psixoloq olmalıdır, həm terapevt olmalıdır, həm pedaqoqu olmalıdır. Yəni, birinci biz valideynlə də Bəli, çünki uşaq, məsələn, psixoloq yanında vəziyyəti düzəldib, amma problemli evə qayıdanda həm problemi yenə yaşamaz. Bəli, tamamilə. Çox vaxt valideyn öz travmalarını, xüsusilə analar uşaqlara yansıdır. O qədər fobiyalı uşaqlar var ki, baxırsan, uşaq qorxur, amma ana öz qorxusunu yansıdıb ona. Yəni, belə şeylər var. Ona görə sindromlar da hökmən yaş krizləri var. Bir yaşdan başqa biz hər birimiz onu yaşayırıq. Belə deyək, uşaq dünyaya gələndə yaşayırıq, uşaq məktəbə gedəndə yaşayırıq. Uşaqlar da bir yaşdan başqa yaşa keçəndə, hətta qocalanda da, yaşa dolanda da biz o sindromları yaşayırıq. Bunları da bilərəkdən həmin insanlarla, həmin o sindromlara aradan qaldırıb rəftar eləmək. Bəzən bilmirik, bilirsiniz. Məsələn, 4-cü sinifdən 5-ci sinifə keçən uşaq orta məktəbdə yeni müəllimlərlə üzləşir, krizis yaşayır, problemlər yaşayır, qızdırması da qalxa bilər. Amma sən bunu biləndə valideyn də həssas yanaşır, onun qidasına fikir verir, müəllimlər də həssas yanaşır. Yəni, bunları biləndə biz həmin problemləri qabaqlaya bilirik. Deməli, onda bu qənaətə gəlmək olar ki, əslində psixoloji problemlər günümüz sosial şəbəkələrdə qabardıldığı qədər ciddi və həll olunmaz deyil, aşılmaz deyil. Kifayət qədər yaxşı mütəxəssislərimiz də var. Müraciət eləyib məsələləri vaxtında həll etmək olar. Yəni, sizin kimi mən ona əlavə eləmək istəyirəm ki, belə maarifləndirici verişlərin sayı çox olsa, indi o mütəxəssislər də hər dəqiqə mən sizə deyim, işimiz o qədər çox olur ki, mütəxəssislər, kolleqalarım adından danışıram ki, hər dəqiqə də biz efirə gələ bilmirik. Yəni, lap yaxşı olar ki, məsələn, elə işlədiyi yerdə gəlib hansısa
hansısa belə deyək ki, bir maarifləndirici bir veriş çəkmək olar və yaxud bax mən dediyim kimi nə olar ki, kitabları satış üçün xarici kitabları reklam eləməkdənsə sponsordur. Vətəni xidməti sevən bir insan, qurum belə kitabları məsələn təbliğ eləsin. Heç bizə maddiyyatı da lazım deyil. Bizim ən böyük müəllimin mükafatı nədir? Müəllimə dəyər verilməyi, müəllimə qiymət verilməyi, müəllimə hörmət olunmağı onun və ən böyük mükafatımız da odur. Mənim həmişə tələbələrim də məndən soruşur ki, Lamiyə müəllimə, sizə minnətdarlıq edirəm. Ən böyük mənim mükafatım odur. Siz xoşbəxt olun, siz uğurlu olun, siz cəmiyyətə fayda verin və verdiyiniz faydadan mənə qat-qat savab, həndəsi silsilə ilə savab qazanacam. Lamiyə xanım, çox sağ olun, dəvətimizi qəbul elədiniz. Son olaraq qısa şəkildə ailələrə, hansı ki fərdləri böyüdəcəklər, fərdlərin inkişafında rolu var. Qısa bir neçə cümlə ilə tövsiyələriniz nə olardı? Tövsiyələrim o olardı ki, ailənizdən müğayət olun. Ailə, yəni insan həyatı üçün çox önəmli, vacib bir mühitdir, məkandır. Yəni bu belə deyək ki, gələcəyimiz naminə, yəni hər birimiz çalışaq ki, ailələrimizi qoruyaq. Ailə də birinci növbədə kompromis məkanıdır. Ailə daxili insanlar, ailə daxilində olan insanları xoşbəxt eləmək üçün biz bunun üçün əlimizdən gələni əsirgəməyək. Hər birinizə uğurlar arzulayıram. Sağ olun, var olasınız. Təşəkkür edirəm Lamiyə xanım. Dəyərli izləyicilər, bizi izləməyə davam edin.